Baxın, olmuş bir hadisə. Deyir, uşaqlığın saflığı, ataları və anaları yaxşılığa sövq edən bir hal. Bir gün ana oturub övladlarına dərslərini öyrətməkdə kömək edirdi. Kiçik uşağına da bir rəsm dəftəri verdi ki, məşğul olsun və digər uşaqlara izah edəcəyi dərslərə mane olmasın. Birdən yadına düşdü ki, axşam yeməyini yaşlı qaynatası üçün hazırlamalıdır. O ailə ilə birlikdə evin qarşısındakı kiçik otaqda yaşayır. Yəni özləri ilə yaşadmırlar. Evin qarşısında, onun üçün evin xaricində, evin həyətində başqa bir kiçik bir otaq ayırıblar. Düşünün. Ana həyətə çıxıb yeməyi hazırlamağa başladı. Əri də orada idi, yerdə oturmuşdu. Qaynatasının bir ehtiyacı olmadığını soruşdu. O da bir şey istəmədi. Ana başqa işlərini keçdi və sonra oradan uzaqlaşdı. Ana övladlarının yanına qayıtdıqda gördü ki, kiçik uşaq kağıza dairələr, nöqtələr və çizgilər çəkir. Bir şeylər sanki ifadə etməyə çalışır. Ana soruşdu, nə çəkirsən balam? Uşaq tam bir sadəliklə cavab verdi. Mən böyüyəndə yaşayacağım evi çəkirəm. Evlənəndə burada yaşayacağam. Ana təəccübləndi və soruşdu, haradan bildin? Uşaq rəsm dəftərini götürüb hər kvadratı ona göstərməyə başladı və dedi, bu otaq yatmaq üçündür, bu isə mətbəxdir. Sonra digər otaqları göstərdi və bir dənə də çərçivədən kənarda ayrıca bir otaq çəkib. Ana çox təəccübləndi, soruşdu, bəs bu otaq nədir? Uşaq dedi, ana, yaşlananda sən burada yaşayacaqsan, səni burada saxlayacağam. Çünki indi böyük babam bizimlə belə yaşayır. Ana uşağın dediklərinə çox təəccübləndi, öz-özünə düşündü. Mən yaşlananda ömrünün qalan hissəsini belə tək bir otaqda başqa yerdə mi keçirəcəyəm? Öz övladlarının arasında, amma başqa bir otaqda tez ayağa qalxdı. Evdəki ən gözəl, ən geniş otağı qaynatası üçün hazırladı. Elə vaxtda əri içəri girdi. Nə edirsən? Bu dəyişiklik nə üçündür? Niyə bu dəyişiklik edirsən? Qadın göz yaşlarıyla cavab verdi. Mən elə bir otaq seçirəm ki, sən yaşlananda mənimlə birlikdə orada yaşayasan. Allah bizə ömür versə, biz bir-birimizə baxarıq, nə tək qalmağa ehtiyac var, nə də kənarda qalmağa. Əri onun sözlərini başa düşdü, sevindi və gülümsədi. Uşaq isə sadəcə ona baxıb, təmiz bir təbəssümlə gülümsədi. Qadın anladı ki, Allah da ona bir mesaj göndərib. Yəni, əgər ona sən baxmırsansa, ən gözəl otaqda, qaynat ən gözəl otaqda yaşamırsa, evin bir küçündə yaşayırsa, bugünü ona edirsinizsə, gün gələcək evladlarınız da sizə elə davranacaq. Qadın deyib ağladı, səhvini başa düşdü ki, o yaşlı insan bizimlə bərabər evin içərisində yaşamalıdır. Bax, Allah Teala bəzən evladları ilə insana göstərir. Evladları ilə nə edir? İnsana göstərir.